ədalət özü-özünə gəlmir. Ədaləti sən gərək təmin edəsən. Bu zəfəri şərtləndirən xalqın ruhu idi. Əskəri qabağa göndərən də xalqın ruhu idi. Onun tərbiyəsi idi. Qəhrəman övladlarımızın şücaəti hesabına, onların qanı, canı bahasına 2-ci Qarabağ müharibəsi tarixi zəfərimizlə başa çatdı. Bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən müzəffər silahlı qüvvələrimizdir. Bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik. Qürur və sevinç hissi. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi. Xankəndidə isə ədalətin tam bərpası idi, zəfərimizin son nöqtəsi idi. Xoşbəxtdik ki, bu dövrdə yaşayırıq. Doğma torpağımızda bayram günləri keçiririk. Şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Və bugün sir deyil ki, Azərbaycan dünyada etibarlı, ciddi tərəfdaş kimi tanınır, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Qurub yaradan xalqıq, bu torpaqların sahibləri bizik. Dirçələn Azərbaycan reallıqlarını